Əziz bacı və qardaşlarım, ağlınızı başınıza toplayın. Allahın huzurunda telefonda bir-birinizə göndərdiyiniz şeylərdən də sorğuya çəkiləcəksiniz. Baxırsan önəmsiz bir şeydir. Bir düymədir, bastın getdi. Amma hesabı böyükdür. Məsələn, əxlaqsız videolardır, prikollardır, nə bilim nədir. Özün baxdığın azmış kimi götürüb onu başqasına da göndərirsən. O da başqasına göndərir. Və beləcə əxlaqsızlığın yayılmasına səbəb oldun. Baxan hər kəsin günahından sənə də payı var. Baxın qardaşlar, sözümün xülasəsi odur ki, biz haramı, pisliyi reklam etməməliyik. Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurub ki, xeyrə vəsilə olan onu etmiş kimidir. Bax, məsələn, indi mən bir hədis danışdım. Adam götürdü onu həyatında tətbiq etdi. Bu durumda onun qazandığı savabın eynisi də mənim üçün yazılır. Çünki mən səbəb oldum. Və yaxud da namaz qılmağı öyrətdim, təşviq etdim. Onun qıldığı hər namazda mənim üçün də mükafat var. Lakin bunun əksi də eyni şəkildədir. Əgər mən haramı gözəl bəzəyib, süslü-püslü təqdimatını edirəmsə, kimsə də bundan ilhamlanıb gedib o haramı edirsə, onun haramına mən də şərikəm.